bu tip vasitəsinin satışı dayandırılıb. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə mediadan daxil olan vətəndaş şikayətinə əsasən Çin Xalq Respublikasının şirkəti tərəfindən istehsal edilmiş 15 sentyabr 2023-cü il istehsal tarixli və 20-23-09-15 seriyalı vakuumlu qanalma iynəsi, yəni kəpənək 23C adlı tibb vasitəsinin qablaşdırılmasında çapla bağlı nöqsanlar aşkar edilib. Belə ki, məhsulun üzərində yararlılıq müddəti 14 sentyabr 2023-cü il olaraq qeyd edilib və sonradan stiker vasitəsilə bu tarix 14 sentyabr 2028-ci il kimi düzəldilib. Şikayət əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli qərarı ilə təsdiqlənmiş dərman vasitələrinin geri çağırılması qaydasının 1.3-cü bəndinə uyğun olaraq Analitik Ekspertiza Mərkəzi tərəfindən araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən qeyd olunan seriyalı məhsul geri çağırılıb və onun ölkəyə idxalı, eləcə də ölkə daxilində topdan və pərakəndə satışı qadağan edilib.